Ama hiç bilmezdim ki o gəlinliyin en əvəzinə əynimdə form olacaq. Fikirləşməzdim ki, nişanda gül koyduğumuz yerə onun öz şəkli olacaq. Və indi hal-hazırda onun öz şəkli nişanda gül koyduğumuz yerdədir. Kaş ki, heç də belə yarımçıq qalmazdı. Bəzi ailələr gəlir ki, övladın olsaydı, yəni neyniyərdin? O səndən ata sözünü sorsaydı. Amma elə deyil. Kaş ki olardı, yəni insanın içində bir həyatda yaşamağa məqsədim olardı ki, yəni ona görə həyatda yaşamalıyam. Hər kəs hazır idi. Ata kostyumu almışdı, ana geyimi almışdı. Bütün qonaqlar gələcəkdi. Atanın dediyi kimi təsvirlər olsun ki, hər kəs, çağrılan hər kəs bu günləri anım gününə gəlir. Nişanlanmamışdan öncə Hüseyn belə bir həyətdə ev tikdirməyə qərar